Salam uşaqlar, hər vaxtınız xeyir. Bugün biz danışacağıq bir məhsulu tənliklərdən və məsələlərdən. Uşaqlar, bir məhsulu tənliklər nə deməkdir? Yəni, bir dəyişənin as tənliklər. Onun bir məhsulu deyirlər, bir dəyişənin tənliklər deyirlər. Eyni sözdür yəni. Bir dəyişənin sözü görsəniz, yəni bir dəyişənin aslı bir tənlik. Yəni, ya x dəyişənin aslıdır, ya y dəyişənin aslıdır. Bir məhsul tənliklərin növləri var. Birinci növü xətti tənlikdir. Xətti tənlik var. Sonra kvadrat tənlik var. Kvadrat tənlik. Sonra modul tənlik. Sonra rasional tənlik. Rasional tənlik. Bir də irrasional tənlik. Biz bunların hər birindən ayrı-ayrılıqda eləməliyik, danışacaq. Başa. Birinci danışacaq nədən? Xətti tənlikdən. Xətti tənlik nəyə deyilir? Deməli, dərsimizin adı oldu. Birinci bölüm, yəni bir məhsul tənliyin ilk növü nədə oldu? Xətti tənlik. Xətti tənliklər. Xətti tənlik olar. Ümumi şəkli belədir. AX üstəgələ B bərabər 0 və burada x-in əmsal A 0-dan fərqli olmalı həmişə. Bu şəkildə verilən tənliklərə deyirlər xətti tənliklər. Gördüyünüz kimi burada x dəyişənin dərəcəsi 1-dir, yəni 1 olmalı xətti tənlikdə və vurma əməliyyatı yoxdur. Yəni AX vuraq deyil, üstəgələ B bərabər 0 şəklində tənlikdir. Aydın oldu? Misal üçün xətti tənliklər misal olaraq elə aşağıdakı bu gördüyünüz tənliklər xətti tənliklər misaldır. Yəni harada ki, əgər verilən tənlikdə əgər x dəyişənin dərəcəsi 1-dirsə, ona nə deyəcək? Xətti tənlik deyəcək. Məsələn, birinci sual yazıb ki, aşağıda ədədlərin hansı 3x plus 10 bərabər 19 tənlik köküdür? Tənlik kökü nəyə deyilir? Onu doğru bərabərliyə çevrilən qiymətlə. Sərdən axşam üçün burada qiymət qoyub yoxlayasınız deyilsiniz. Sadəcə bunu həll edəsiniz. 3x bərabər 19 çıxılsın 10. 3x bərabərdir 9-a. X də bərabər olacaq neçə? 3. Cavab olacaq yəni 3 yəni. Başa. Deməli, xətti tənliyi necə tanıyacaqsınız? Verilən tənlikdə əgər x dəyişənin dərəcəsi 1-dirsə, o nədir? Xətti tənlik. Məsələn, ikinci sual yazılıb ki, 6x çıxsın 5 bərabər 4x üstəgəl 11. Burada tənliyi həll edəndə biz bilirik ki, x dəyişəndən sol tərəf keçiririk, ədədləri sağ tərəf keçiririk. 6x soldadır. 4x-i bu tərəf keçirəndə bu müsbət 4x-dir. Sola keçəndə işarəti dəyişir. Olur nə? Mənfi 4x. 11 də sağ tərəfdədir. 11 birinci yazıram. Mənfi 5 sağa keçəndə olur müsbət 5. 6x-dən 4x-dən qalır 2x, 11 5 eləndə 16. Burada məxsul tapan hasil məmuru qəbul edirik və x olur 8. Yəni bu x tənliyin kökü sayılır. Cavab olur D variantı. Yaxşı mı? Sonra keçirik 3-cü suala. 3-cü sual deyir ki, 8 x bərabərdir. 8 5x tənliyi ilə eyni cüzü olan tənliyi göstərir. Eyni cüzü olmaq bilsin nədir? Yəni sən bu tənliyi həll edəcəksən. X-in qiyməti aldım tutaq ki 5. Variantlərdə hansı tənliyin ki qiyməti, yəni kökü 5 isə deməli onlar eyni cüzlüdür. Eyni cüzü nədir? Malikdirlər. Gələk birinci bunları həll edirik. Mənfi x soldadır və x-in qabaq mənfi işarəsi var. Mənfi 5x-i sola keçirəndə, sağdan sola keçirəndə olur müsbət 5x. 28-i yazıram birinci, sağda odur. Bu 8-i bu tərəf keçirəndə, bu müsbət 8-də keçəndə olur çıxart 8. Mənfi x üstə 5x yəni neçədir? 28-də 8 qalır. 20. X-də bərabər 20-ni 4-ə bölsəm 5 düşərmi? X oldu 5. İndi biz baxaq görək variantlardan hansında x-in qiyməti 5 olacaq. O da mən baxıram ki, C bəndə olacaq. Baxın, 3x çıxsın 1 bərabər 14. 3x bərabər 14 üstəgələ 1. 3x bərabər 15. 15-də 3-ü bölsəm x bərabər olacaq neçə? 5. Cavab olacaq yəni D variantı. Yox, C variantı. Mən o birine baxmışam. Cavab oldu nə? C variantı. Yəni bunlar nədir? Eyni yüzlü tənliklər. Yəni verilən tənliyin də kökü 5 oldu. C variantındakı tənliyin kökü nə oldu? 5 oldu. Belə tənliklər deyirlər nə? Eyni yüzlü tənliklər deyirlər. Keçək 4-cü suala. 4-cü sualda sadə sualdır uşaqlar. 5x çıxılsın 18 bərabər 3x çıxılsın 6. Tənliyi həll edəni yenə deyirəm. X dəyişəndən sol tərəf olmalıdır. Ədədlər sağ tərəfdə olmalıdır. 5x solda da olsa, 3x bu üzə keçiləndə çıxar 3x olur.
Mənfi 6 sa, bax 6-nın qabağında mənfi şirası var. Yəni bu mənfi 6-dır. Mənfi 18-i sağa keçəndə olur nə? Müsbət 18. 5x-dən 3x neçə qalır? 2x. Bu da olacaq neçə? Müsbət 12. 12-ni 2-yə böləndə düşəcək 6. Yəni tənliyin kökü olacaq nə? 6. 5-ci sualda o şəkildədir. 3x çıxsın 18 bərabərdir. X çıxılsın 10. Burada x-dən sol, 3x soldan onsuz. Bu x-i sola keçirən olacaq, çıxaq 2x. Mənfi 10 sağda, birinci sağdakini yazırsınız. Mənfi 18-də sağa keçəndə olur müsbət 18. Bu olur 2x bərabərdir 8-ə, x də bərabər olacaq neçəyə? 4-ə. Cavab olacaq C variantı. Aydın oldu. Keçək 6-cı suala. 5x çıxılsın x plus 6 bərabər x tənliyini həll edin. Birinci burada mötəzəni açmalısın. Mötəzən qalan mənfi gəlirsə, bu mənfi x-ə vurub, hər bir mötəzən daxilindəki hər bir ədəd vurub açılır. Mənfi x, mənfi müsbət 6-ya vurulur, mənfi 6 bərabər x. Şöyle 5x-dən x çıxan nə qalacaq? 4x çıxılsın 6 bərabər x. İndi x-ləri sol tərəfə keçirəcək, ədəd sağ tərəfə. 4x, x-i sola keçirən olur, sağ x. Mənfi 6 o tərəfə keçirən olur, müsbət 6. 3x bərabər 6, x bərabərdir 2. Cavab olacaq, yəni D variantı. Yaxşımı? 7-ci sualda elədir. X çıxsa 10 bərabərdir 3x plus 8. 3x-i sola keçirsəm olacaq, çıxar 3x. 8, mənfi 10-u sağa keçən olur nə? Müsbət 10. Mənfi 2x bərabərdir 18. X-ə bərabərdir. 18-i mənfi 2-yə bölsəm, mənfi 9 alacam. Yəni cavab A variantı olacaq. Keçdik 8-ci suala. 8-ci sual bildiyiniz tənasübdür uşaqlar. Kənar hədlərin hasili, orta hədlərin hasili nədir? Bərabərdir. Düşdünüz. X çıxsın 1 vuracaqsan deməli 12-yə, 8-ə vuracaqsan 18-ə. 12-dən 8-ə çarparsan hər iki tərəfdən 4-ə. Bu da 3 qalacaq, bu da 2. 3-dən 18. 1, 6. Və x çıxsın 1 bərabər olacaq. 2-nin 6-ya vuranda edəcək 12. X-ə bərabərdir 12 üstə gələk 1. X-ə bərabərdir neçə? 13. Cavab olacaq D variantı. Düzdürmü? Keçdik 9-a. Hələ ki, bir mənsub tənliklərdir. Hələ kvadrat tənlik zad yoxdur. 5 vurulsun x plus 2 üstə gələk 4 bərabərdir. 3x üstə gələk 20. 5x üstə gələk 10 üstə gələk 4 bərabərdir nə? 3x plus 20. 5x üstə gələk 10 ilə 4 toplayanda edir neçə? 14 bərabərdir. 3x üstə gələk 20. X-lər sol tərəf keçir. 5x çıx 3x 20 çıxılsın 14. 2x bərabərdir 6 çox bərabər. B variantı. Keçək 10-cu suala. 10 da belə tip suallar. 3x çıxılsın, 2 vurulsun, 5x üstə gələk 1 bərabər 16 çıxsın x. 3x mənfi 2-ni bu 5x-ə vuran nə olacaq? Mənfi 12x. Mənfi 2-ni müsbət 1-ə vuran nə edəcək? Mənfi 2. Bərabər 16 çıxılsın nə? X. 3x-ə 10x çanına qalır. Mənfi 7x. Çıx 2 bərabərdir 16 çıxılsın x. Mənfi 7x burada qalır. Mənfi x-də sola keçirən olacaq müsbət x. 16 sağda idi. Mənfi 2 sağa keçən olur müsbət 2. Mənfi 7x-in üstə x yanır. Mənfi 6x. Bu da 18. X-ə bərabər mənfi 18 bölür 6 olur neçə? Mənfi 3. Cavab neçə olacaq? Y variantı. Eləmi? Keçək 11-ci suala. Sual 11. 5 vurulsun x çıxsın 3 bərabərdir. 3 vurulsun x çıxsın 1 çıx 8. Burada da 5x çıxılsın 15 bərabərdir. 3x çıxılsın 3 çıx 8. 5x çıxıq 15 bərabərdir. 3x. Mənfi 3 çıx 8 neçədir? Mənfi 11-də ikisi mənfidir. 5x, 3x sola keçirəm olur, çıxar 3x. Mənfi 11 sağdadır. Mənfi 15 sağa keçir olur, müsbət 15. 2x bərabərdir 4. Və 4 2 bölənə düşəcək 2. Cavab olacaq D variantı. Sonra 12-ci sual. 5x deqan. 5x çıxılsın 3x çıx x minus 1 plus
4 bərabər 10. Tənlik həll edin. Burada mötərizələri açmaq lazım. Mötərizələri açanda çalışın içəridəki mötərizəni açın. İçəridən işliyorum beynizə. Çöldəki mötərizə qalsın. Bu mənfiyə vuranda mənfi 2 plus 1 olacaq. Plus 4 bərabər 10. Mötərizəni için sadələşdirək. 3x-dən x sana qalır 2x. 1 üstə 4 gələndə müsbət 5. Bərabər 10. Yenə bu mötərizəni açacaqsan. Mötərizənin qabalı mənfi var. Mənfi 2x çıx 5 olacaq. Bu da qalacaq 3x çıx 5 bərabər 10 aidsə. Mən 5 sağa keçirəm. X-ə bərabərdir 5. Cavab B variantı. Düzdür. Onun üçün o tipli suallarını özünüz yazarsınız. İçəridəki mötərizəni açacaqsınız, hesablayacaqsınız. Yaxşımı? Keçək 14-ə. Deməli, 81 çıxılsın, 5x bölünsün 2 bərabərdir, 9x bölünsün 2, üstəgələ 25. Bu da bir dəyişən xəttənlikdir, çünki x dəyişən dərəcəsindəndir, 1-dir. Burada gəlin məxrəcdən canımız tutaraq. Məxrəcdə ancaq 2-lər var. Deməli, hamısını 2-yə vurub məxrəcdən azad eləməliyik. 2 vurulsun 81, çıxılsın 2 vurulsun 2-də 5x, bərabər 2 vurulsun 2-də 9x. Üstəgələ 2 vurulsun neçə? 25. Onda bu olacaq 162. 2-lər qısa gedəcək. Çıx 5x. 2-lər qısa gedəcək. Qalacaq 9x. Üstəgələ 50. Mənfi 5x soldadır. 9x sola keçəndə olacaq çıxaq 9x. 50 sağdadır. 162 sağa keçəndə mənfi 162 olacaq. Mənfi 14x bərabərdir. Mənfi 112 bəli. Mənfi böləndə edəcək müsbət neçə? 8. 8 edir, düzdürmü? Cavab Y variantı. Yəni mənfi 112 mənfi 14 böləndə müsbət 8 düşür. Keçək 15-ci suala. 15-ci sualda da şu olar. Burada 3-dən 6 var. Demək 6-ya vurub məxrəcdən azad edəcəksiniz. Çünki 3-dən 6-dan kübə neçə verir? 6. Bir başa sıram. 6 vurulsun. 3-də 4 2 çıxılsın. 6 vurulsun. 6-da 5. Bu da bərabər 6 vurulsun. 6 nə? X plus 16. 1, 2, 8, 2, 6. Çıxaq 5. Bərabər x söyləyək 16. Düzdür? X-də sol tərəfə 8, 2, x sola keçən nə olur? Çıxaq x. 16, mənfi 5 sağa gələn müsbət 5. 7x bərabərdir 21. A variantı. Yaxşımı? 16-cı sual amma bir məhsul tənlik, amma rasional tənlik. Niyə rasional tənlik deyirik? Əgər görsəniz ki, şu olar. Kəsr məxrəcində dəyişənə as ifadə var. Görürsünüz, x plus 2 burada məxrəcə düşübdür. Demək, bu nədir? Rasional tənlikdir. Demək, rasional tənliklər hansı tənliklərdir? Kəsr məxrəcində x dəyişənindən və ən azı bir y dəyişəni olsun, dəxli yox. Dəyişən aslı ifadə varsa, ona nə deyirlər? Rasional. Yəni, bu rasional tənlikdir. Rasional tənlik həll edilməmişdən qabaq, məxrəcinə sıfırdan fərqli şəkil verirlər. Çünki kəsrin yaralı yeri, qorxduğu yeri haradır? Məxrəcinin sıfır olması. Qıraqdan deyəcək ki, məxrəc sıfırdan fərqli olmalı. Yəni, məxrəc sıfır ola bilməz. Bu şərt altında həll edirsən. X-i fərqli olacaq mənfi 2. Niyə belə yazırsan? Bəzən tənliyi həll edirsən, gəl cavabı mənfi 2 alırsan. Bu da mənfi 2 inkar edir axı. Ona görə deyirsən ki, o kök deyil. Yəni, bunun həlli yoxdur. Bax, belə hallar olur. İndi baxaq görək. Biraz da çarpaz vuracaqsınız belə. 2x plus 8 bərabərdir. 3x plus neçə 6. 2x, 3x keçirəm sola, çıxaq 2x olacaq. 6 çıxsın 8. Mənfi x bərabərdir. Mənfi 2. Mənfi də gedir, olur müsbət 2. Bu x-in mənfi 2 qiyməti bunu inkar eləmədir. Düzdürmü? Demək, bu 2 tənlik nə olacaq? Kök olacaq. İnkar eləsəydi amma götürməyəcəkdir. Məsələn, x fərqli 2 almış olsaydı, deyəcəksiniz ki, bu tənliyin kökü yoxdur. Keçdik 17-ci suala. 2-də 1 vurulsun, x çıxsın 1, çıx 1 onu 5 bərabərdir. 6 vurulsun, 2 çıxsın neçə, x çıx 1. Tənliyi həll edin. Burada deməli, bir şey olar. Gəlin hamısını 2-yə vurub məxrəcdən azad edir, canımız tutaraq. İkiyə vurub nə edirik? Məxrəcdən azad edirik. 2 vurulsun, 2-də 1. Bunlar bütöv şəkil. Vurma varsa, bunlar bütöv şəkildə. Bunlar ayrı vurmursa. 2-yə bir dəfə 2-də 1-ə, bir dəfə 2-nin x minus 1-ə vurma olmaz. Çünki bu arasında nə var? Vurma olur. Hər toplamada, hər çıxmadan 1 vura bilərsən. Amma bunu vuracam. 2 vurulsun 1,5. Bərabər. Bax, burada birləşik. Görürsən, vurma var.
2 vurulsun 6 vurulsun 2 çıxsın 2. Çıxaq. Bu ayrıldı. 2 vurulsun 1. Oldu. Deməli, 2-lər çəkiləcək. Qalacaq burada x minus 1. Bunun mötərizəsi yaza bilərsən. Çıxılsın 3. Bu 12'dir. 12 2'ye vuranda 24. 12 x'e vuranda 12x. Çıx 2. X mənfi 1. Çıxaq 3 neçədir? Mənfi 4. 24'dən 2 çıxanda 22. Çıx 12x. Mənfi 12x'i sola. Müsbət 4'də mənfi 4 sağa keçir, o müsbət 4. Eyvallah. Aydın oldu. Keçdik neçəyə? 18'ə. Burada da məxrəcdən azad edəcəyik. Bəli, burada məxrəcdən ək olma neçədir? 4'dür. Hamısı niyə vururuq? 4'ə. Buranı 4'ə vururam. Bunu 4'ə vururam. Bunu 4'ə vururam. İxça gedəcək 1, 2. 2 2 çıx. Xeyr, mənfi qabağa çıxan da plus 1 olacaq. Çünki bayaq kəsrin qabağında idi mənfi. Yuxarı qalxan kimi qabaq mənfiyyədən o işarəsini eləyir, əksinə dəyişir. Bayaq amma mənfi kəsrin qabağında dayanmışdı. Amma yuxarı qalxdıq indi. Bərabər oldu neçə? 4. 2x'in 2 sağdan qalır. X plus 1 bərabər 4. X'ə bərabər 4 çıxsın 1. X'ə bərabərdir 3. D variantı. Oldu. Keçdik növbəti suala. Növbəti sualımız 19 sual, yəni o bir dəşən xəttənli sualdır. Bu qaydan sizə keçməmişəm. Deyir ki, olar 19'da. A'nın hansı qiymətində, yəni A'nı axtaracaq. A plus 2 vurulsun x bərabər 3. Xətti tənin həlli yoxdur. Həlli yoxdursa, yəni nədir? Həlli boş olmalıdır. Uşaqlar, indi mən sizə dərs danışacağam. AX plus B bərabər 0 şəklini təmin nə dedik? Xətti təmin dedik. Və dedik ki, A həmişə burada nə olmalıdır? 0-dan fərqli olmalıdır. A heç və 0 olmaz. A 0 olsa, onun təmin həlli olmayacaq. X dəyişənin əmsalı A, xətti təmin heç və 0-a bərabər olmaz. 0-a bərabər olsa, onun təmin həlli olmur. Burada 3 hala baxacaq. Yəni, xətti təmin həllinin olub-olmaması A və B parametrlərdən asılıdır. Yəni, A və B burada parametr deyirlər. Yəni, əmsallardır. Baş olar. Birinci halda, əgər A da 0 olarsa, B də 0 olarsa, ona bizim təminimiz nə formaya düşər? A-nın yerinə 0 qoysam, 0 vurulsun 2 plus, B-nin yerinə 0 etsəm, bərabər olacaq 0. Yəni, yekun nəticədə 0 bərabər 0 alacaqsınız. 0 0-a bərabər də bu doğrudur. Bu demək ki, sən x-ə nə verirsən verirsən, x-ə burada 7 verirsən, 9 verirsən, mənfi 3 verir. Həmişə bunun cavabı nə alacaq? 0. Belə olanda deyirlər ki, tənliyin son sayıları var. Boş çox yoxdur. Son sayı. Yəni, x-ə nə verirsən verir, tənliyin həmişə cavabı nə olacaq? 0 bərabər 0 alacaqsan. Ona deyirlər ki, tənliyin son sayıları var. Demək, A bərabər 0, B bərabər 0 olanda tənliyin nə olacaq? Sonsuz sayda həlli var. Həlli var. Bu birinci hal. Gəldi ikinci hala. Yenə AX plus B bərabər 0 xətti tənliyində əgər belə deyim, A 0 olsa, A 0 olsa nə dedim? Dedim, həlli yoxdur, düzdürmü? A 0 olsa, B də 0-dan fərqli olsa, B fərqli 0 olsa, yəni B fərqli 0 olmanı nə demək? Yəni B 0 olmazsa, bizim tənliyimiz nə olacaq? A-nın yerinə 0 yazacağım. B 0 olmalı üçün B olduğu kimi qalacaq, bərabər 0. 0-ı x-ə vuran nedir? 0-da. Qalır təkcə B bərabər 0. Biz demişdik ki, B 0-dan fərqli olsun, amma gəldik B 0 aldıq. Demək, bu nə təşkil edir? Ziddiyyət. Yəni, bir-birindən ziddindən doğrudur. Belə hal baş verərsə, demək, tənliyin həlli yoxdur. Həlli yoxsa, yəni qısaca yazırıq ki, boş çoxludur. Və yaxşı, xətti tənliyin nə zaman həlli var? AX plus B bərabər 0 tənliyində. Sadəcə A fərqli 0 olarsa, burada qeyd etdiyim kimi, onda bu xətti tənliyin istəyib B 0 olsun, istəyib olmasın. Fərq yoxdur. Əgər A 0-dan fərqlidirsə, ona xətti tənliyin yeganə həlli var. Bunu necə əldə edəcək? Yəni, AX plus B bərabər qalacaq 0 belə. AX bərabər olacaq mənfi B. X-ə bərabər olacaq. A-ya böləndə mənfi B bölünsün A. Bax, X bərabər mənfi B bölünsün A. Tənliyin nədir? Yeganə kökü, yəni bir köküdür. Yəni, xətti tənliyin həlli olması üçün sadəcə və sadəcə X dəyişən əmsal A 0-da nə olmalıdır? Fərqli olmalıdır. Burada da deyir ki, uşaqlar, bu verilən sualda. Bu tənliyin nə zaman həlli yoxdur? Biz birinci bu xətti tənliyin şəklini etməliyik. Xətti tənlikdə görürsünüz, sağ tərəfdə 0 var. Görürsünüzmü? Demək, A plus 2 vurulsun x-i burada saxlayırıq. 3-ü keçirir sola, çıxaq 3, bərabər 0. Bax, burada x dəyişən əmsalı A idi, düzdürmü? Burada x-in əmsalı, bax, burada x-in əmsalı A-nın yerində durub A plus 2. Sərbəst əddə burada B. B-yə burada deyirlər nə? Sərbəst ədd. X-ə vurulmayan nə deyirlər? Sərbəst ədd. Bunun B-si də mənfi 3-dür.
Biz də dedik ki, tənliyin həlli olmaması üçün nə olmalıdır? A 0 olmalıdır, B olmalı fərqli 0. B olsa 0-dan fərqlidir. Yəni B nədir? -3-dür. -3 olsa nədir? 0-dan fərqlidir. Deməli, bu xətti tənliyin həlli olmaması üçün x-in əmsalı nə olmalı? 0 olmalı. X-in əmsalı burada kimdir? A plus 2. Yəni A plus 2 nə olmalıdır? 0 olmalı. A da olacaq nə? -2. A-nın -2 qiymətini bu həldə olmayacaq. Həqiqətən gətirib yerini qoysam A-nın -2 qiymətini bura. -2 üstə 2 yəni neçə edir? 0. 0'ı x'e bura nedir? 0. 0 bərabər alarsa 3. 0 3'e bərabər olar heç. Xeyr, 0 3'e bərabər olmaz axı. Demək buna hava baş verdi. A-nın -2 qiymətində. Yəni cavab olacaq B variantı. Fikrimizi ala bilirəm sizə? Aydın fikrim. 20-ci sual elədik. Sual 20. Deyir ki, A-nın hansı qiymətində AX üstəgələk 10 bərabər -10. Xəttən həlli yoxdur. Yenə -10 keçsə sola, sağda 0 saxlayaq. AX üstəgələk 10, üstəgələk 10 olacaq. İşarə əksini dəyişir. AX plus 20 bərabər olacaq nə? 0. Bax, bu oldu xətti tənlik. Burada xətti tənlikdə x-in əmsalı A-dır. Burada x-in əmsalı A-nın yerinə A deyilir. B də budur. B olsa 0-dan fərqlidir. Həlli olmaması üçün dedik ki, bu şərt ödənməlidir. Demək, burada A nə olacaq? 0. A 0 olmalıdır ki, tənliyimiz belə olsun. 0 bərabər, 20 bərabər olacaq 0. 20 0-a bərabər olar mı heç? Xeyr, demək həlli yoxdur. Nə vaxt olur? A-nın 0 qiymətindən, yəni cavab C variantı. Başa düşdünüz fikrini? Davam edirik. Keçək 21-ə. Də deyir ki, AX bərabərdir, B çıxsın 2. Xətti tənliyin sol səthi həlli olarsa, A-nı və B-ni tapın. Yenə bu xətti tənliyin şəkli gətirməliyik. AX, hamısı keçirir sol tərəfə. Çıxaq B plus 2 bərabər nə olacaq? 0. Burada x dəyişən əmsalı A-dır. Burada kimi. A ilə A-dır. B-nin yerinə amma mənfi B plus 2 dayanıqdır. Yəni B sərbəst həddinin yerinə ki mənfidir? B plus 2 dayanıq. Tənliyin də son səthi həlli olsun. Tənliyin son səthi həlli olması üçün demişdim ki, A bərabər 0, B bərabər 0 şərti ödənməlidir. Demək, bu da 0 olmalıdır. Demək, burada da A 0 olmalıdır. Yəni, A 0, 0 olduğu kimi qalır. Onda B mənfi olmalı. B-nin yerinə nə dayanıqdır? Bax, B-nin yerinə mənfi B plus 2 dayanıq. Yəni, mənfi B plus 2 nə olmalıdır? 0 olmalıdır. B də olacaq neçə? Müsbət 2. Demək, A-nın 0, B-nin 2 qiymətində bu tənlik nə olacaq? Son sayda həll olacaq. Uşaqlar, indi 22-ci suala baxaq. Qaydalar silmirəm ki, oradan baxa biləsiniz. 22. Deyir ki, AX çıxılsın 4x bərabərdir. B çıxsın üstü. Deyir, tənliyin sonrası həlli olarsa A vursun B halsını tapın. Yine hamısını getirin sol tərəfə. Burada da uşaqlar, x-i orta vuru çıxadıq. Amma əvvələ yox, sona çıxadasın. Belə. Bunlar keçirirsən. Çıxaq. B plus 3 bərabər 0. Bax, burada x-in əmsalı gördüyünüz kimi A ilə. X-in əmsalı burada bütöv A çıxsın B deyəm. Yəni A-nın yerinə nə deyəm? A çıxsın B deyəm. B-nin yerinə də mənfi B plus 3 deyəm. Son sayda həldən söhbət gedirsə dedik ki, A da 0 olmalıdır, B də 0 olmalıdır. A-nın yerinə A çıxsın B deyən vaxt, demək A çıxsın B də 0 olmalıdır. Mənfi B plus 3 də nə olmalıdır? 0. Mənfi B bərabərdir. Onda altılısını işləsəm. Bəli. B-nin yerinə gətirib 3 yazsam, A da olacaq neçə? 3. A-nın 3, B-nin 3 qiymətində bu tənliyin nə olacaq? Son sədəl olacaq. Bizdən A vursun B halsını soruşurdu. Bunlar 3-3-ə bura neçə edəcək? Mən nəyə səhv etdim? 4-ü itirmişəm olar burada. Niyə demirsiniz 4? A çıxsın B deyil, A çıxsın 4-dür. Mən itirmişəm onu. Cəhəllərə eyb yox. A çıxılsın 4 yazmalıyım, B yazmışam. Bax, burada A çıxılsın 4 vurulsun, x yazmalıyım. Başa düşdünüz? Çıx B plus 3 bərabər 0 olmalıdır. Bu zaman dedim ki, x-in əmsalı burada A-dır. Sərbəst B. Bu da 0 olmalıdır. Bu da 0 olmalıdır. Yəni A çıxsın 4-də 0 olan bərabər olmalıdır. B mənfi B plus 3 də nə olmalıdır? 0 olmalıdır. A olacaq 4. Mənfi B bərabər mənfi 3. B də bərabərdir müsbət 3.
3-ü də 4-ə vuranda edir 12. Yəni cavab C variantı olacaq. Aydınlı fikrim. Davam edirik. İndi baxırıq neçəyə? 23-ə. 23-də də son sayda həll söhbəti nedir? Deyir ki, AX üstə gələk, B bərabər X plus 1. Tənin son sayda həll olarsa A plus B cəm tapın. Yəni hamısını keçirir sol tərəfə. Yəni sağdan ancaq 0 saxlamalısınız. Çıxaq 2x, çıxılsın 1 bərabər 0. X-lərin altına bir xət çəkək. Burada X ilə bir orta fır çıxarırsınız. X, amma əvvələ yox, sona. Qalacaq X, A, bu da A qalacaq. Burada X-in yerində mənfi qalacaq. Çıxaq 1, vurulsun nə olacaq? X, bu misal 1-də axı, ona görə. Qaldı yerdə plus B, çıx 1, bərabər 0. Bu xətti tənlikdir. X-in əmsalı burada A olduğu kimi, burada X-in əmsalı A minus 1. Sərbəst həddə budur. Yəni son sayda əldən söhbət gedirsə, deməli, yenə ayrıqda sıfıra yenirik, bərabərdir. A çıxsın 1 bərabər 0 yazıram, B çıxsın 1 bərabər 0 yazıram. A bərabər 1, B bərabərdir 1. Cəmisi cəmli olacaq 2, yəni A variantı. 24-cü sual lap rahat sual. Deyir, A-nın hansı qiymətində bu tənliyin yeganə həlli var? Yeganə həll olması üçün mən dedim ki, X dəyişən əmsal A nə olmalıdır? Sıfırdan fərqli olmalıdır. Yəni A bir dənə nə olmasın? Sıfır olmasın. Rəssam, A fərqli sıfır olmalıdır. Bu da A variantı. Aydındır. 25-ci suala baxsaq. Deyir ki, A-nın hansı qiymətlərində AX plus 5 bərabər 3x. Tənin yeganə həlli var. Bu 3x sol tərəf keçirəcək. Çıxaq 3x plus 5 bərabər olacaq 0. Düzdür. X-i orta vur çıxadırsan, amma sona çıxadırsan. Plus 5 bərabər 0. Tənin yeganə həlli olması üçün nə demişdim sizə? Dedim ki, A nə olmalıdır? Sıfırdan fərqli olmalıdır. A fərqli sıfır şərtidir. X-in əmsalı da burada. A-nın yeri burada yəni. Yəni A burada sıfırdan fərqli olmalıdır. A-nın yerində A çıxsın üstə yəni bax. Demək A çıxsın üstə nə olmalıdır? Sıfırdan fərqli olacaq. Yəni A fərqli olacaq nədə? Üstdən. Yəni cavab olacaq C variantı. İndi baxırıq 26-cı suala. Deyək, K-nın hansı qiymətində K çıxsın 2, vurulsun 2x. 300 keçirəm sola, çıxaq 3 bərabərdir 0. Xəttlərin həlli yoxdur. Sizə nə zaman xəttlərin həlli olmayacaq? X-in əmsalı nədir? Burada A-dır, bu da B. Xəttlərin nə zaman həlli yoxdur? Bu halda da A bərabər 0, B fərqli 0. B olsa 0-dan fərqlidir. Görürsünüz ki, mənfi 3 0-dan fərqlidir. Demək, bu nə olmalıdır? 0 olmalıdır. Yəni, K çıxsın 2 bərabər 0 olacaq. K da bərabər olacaq neçə? 2. Cavab olacaq nə? D variantı. Yaxşımı? Fikrimizi ağa bilirəm sizə. Amma 27-ci sual bundan belə çətin sual. Bura baxın. Qaydalar gözünüzün qabağına durur, silməmişəm. 27-də deyir ki, K-nın hansı qiymətində K kvadrat çıxsın 1, vurulsun 2x. O burada keçirəm sola. Çıxaq K plus 1 bərabər 0. Xəttə tənin həlli yoxdur. Bax, yenə X-in əmsalı burada A-nın yerinə K kvadrat çıxsın 1 deyənifdir. B-nin yerinə nə deyənifdir? Mənfi K plus 1. Xəttə tənin nə zaman həlli yox idi? B fərqli 0 şərti ödəlsin. A-da olsun nə? 0. Bunlar hər birini ayrı-ayrı həll edəcək. Yəni, K kvadrat çıxsın 1, 0. Mənfi K plus 1 nə olmalıdır? Fərqli 0 olmalıdır. Düzdür? Bunu həll edəsək, bura diqqətli olun. Mənfi K fərqlidir mənfi 1-dən. K da fərqli nədən? Müsbət 1-dən. Bununla K kvadrat bərabər olacaq müsbət 1. K burada müsbət 1 də ola bilər. Mənfi 1 də ola bilər. Çünki 2 kök çıxıraq buradan. Amma bizə demiş ki, K 1 ola bilməz. Düzdür? Onun görə bu getdi. K fərqli bir şərti onu inkar edir da. Düzdürmü? Qaldı əlimizə bir dənə K-nın mənfi bir qiyməti. Yəni cavab olacaq D variantı. Belə suallar imtahan çox düşür. Yaxşımı? Fərqli olan halın sözündən durub oturma lazım. O deyirsə ki, yox, demək yox. Başa düşdünüz. Keçdik 28-ci suala. 28-də yazır ki, K-nın hansı qiymətində bu tənliyin kökü 4-ə bərabər. Tənin kökü nə idi uşaqlar? X idi də. K bu da parametrdir. Tənin kökü burada X nədir? 4-dür yəni. X-in yerinə gətirib burada 4 qoysa, olacaq nə? 4K, 2K-nı keçirək sola, 2K bərabər 6, 2K bərabər 6, K da bərabər olacaq 3. C variantı. Yenə 29-cu sual, son sayda həllə aid sualdır.
Yox, əvvəlcə sadələşdirmədən sonra. Əvvəlcə sadələşdirək. Ax üstəgələk 4x bərabərdir B çıxsın 3. Tənlin son sədəl olarsa A plus B cəm tapılır. Təkrarlarında sual var. Burada x orta vuru çıxadırsa, yəni A plus 4 vurulsun x. Bunlar keçirənin çıxaq B plus 3 bərabər 0. Burada x əmsalı A-nın yerinə A plus 4 dayanıb, B-nin yerinə dayanıb. Nə zaman son sədəli var? A0, B0 olanda. Düzdürmü? Düzdür, Firuzə. Fikrim buradadır mı? A plus 4 bərabər olacaq 0, mənfi B plus 3 bərabər olacaq nə? 0. A bərabər olacaq mənfi 4 və B də olacaq müsbət 3. Bunlar nəyə soruşurdu bizdən? Hansı cəminin? Mənfi 1. Aydın oldu? Hə? Cavab yəni B variantı. Kimə aydın deyilizsə? Hər kəsə aydındırsa? Gəldik 30-cu suala. Da deyir ki, AX çıxılsın 5x plus 8 bərabər 0 tənliyinin A-nın hansı qiymətinin həlli yoxdur. X-i burada orta vuru çıxarsaq, A çıxsın 5, x plus 8 bərabər 0. Burada x-in əmsalı A-nın yerinə yenə A çıxsın 5 dayanıb, B-nin yerinə olsun 8 dayanıb. Həlli olmaması üçün aşağıdakı bu ikinci şərt edilməlidir. Yəni B fərqli 0 olmalıdır, A 0. B olsa 0-dan fərqlidir, çünki 8 0-dan fərqli ədəddir. A çıxsın 5 bərabər 0 olacaq. Yəni cavab olacaq D variantı. İndi gəlirik kvadrat tənlikdən danışacaq. Kvadrat tənliklə gəldi. Uşaqlar, indi isə biz danışırıq kvadrat tənliklərdən. Kvadrat tənliklər, kvadrat tənliklər. Kvadrat tənlik ümumi şəkli belədir uşaqlar. AX kvadratı üstəgələ BX plus C bərabər 0. Kvadrat tənlikdə, niyə buna kvadrat tənlik deyirlər? Çünki burada x dəyişən ən böyük dərəcəsi gördüyünüz kimi neçədir? 2-dir. Kvadrat. Ona görə 2-yə kvadrat deyirlər axı. Bu şəkli tənliklər nə deyirlər? Kvadrat tənliklər deyirlər. Kvadrat tənliyin uşaqlar. Kvadrat tənlikdə x kvadrat əmsal A həmişə 0-dan fərqli olmalıdır. Yoxsa bu 0 olsa, bu oxa çıxar, qalar bx plus c bərabər 0 tənliyi qalar. Orada x dəyişən dərəcəsi 1 olanda o tənliyi nə deyəcək? Xətti tənliyi. Kvadrat tənliyin varlığı üçün, yəni x kvadrat əmsalı həmişə nə olmalıdır? 0-dan fərqli olmalıdır. Kvadrat tənliyi diskriminant üçün həll edirlər. Dərsdə keçmişəm bunu sizə. Bəli. D diskriminant deməkdir. Nə deməkdir? Diskriminant. Bəli. D nə deməkdir olar? Diskriminant. Sonra kökləri tapırsan, köklər düsturu var. X1 bərabərdir. Mənfi B plus kökdə D bölünsün 2 vurulsun A. X2 də bərabərdir. Mənfi B çıx kökdə D bölünsün 2A. Məsələn, özümüzə bir dənə sual yazaq. Deyəcək ki, 4x kvadratı çıxaq, 4x çıxaq 3 bərabər 0. Deyəcək ki, bu kvadrat tənliyin köklərini tapın, yəni həll edin. Deməli, birinci mövqedən bilməliyiz. X kvadrat əmsalı burada A-nın yerinə 4 dayanıbdır. B-nin yerində mənfi 4 dayanıb. C-nin yerinə də mənfi 3 dayanıb. Deməli, kvadrat tənliyi dedik ki, diskriminant üsulundan həll edirlər. Birinci diskriminant taparıq. D bərabərdir. Bax, buna əsasən. B-nin yerinə yazıram mənfi 4 kvadratı. Çıxsın 4 vursun. A-sı 4-dür. C-si isə mənfi 3-dür. Mənfi 3. 16. Burada mənfilər toqquşacaq. Olacaq müsbət 48. Bu da olacaq 64. Sonra köklər düsturunu tətbiq etmək lazımdır. Yəni x1 bərabərdir. Bax, burada mənfi B gəlir, düzdür. B-nin yerində mənfi 4 var. Burada da mənfi 4 var. B mənfi 4 bərabərdir. Buraya qoyanda, bax, buradakı B-nin mənfi 4 qiymətini, gətir buradakı mənfi B, bura qoyanda yerinə, bu mənfi toqquşu oluna müsbət. 4 plus kökdə 64 bölünsün, 2 vurulsun. A-sı 4-ə bərabərdir. 2, 4 plus kökdə 64-dən 8 çıxır, bölünsün 8. 12 bölünsün 8. 4x yaparsam 2, 3, yəni 1,5. X2 də bərabərdir. O biri də bundan ortadakı çıxması görə fərqlənir.
4 çıxılsın kökdə 64 bölünsün. Biri toplamadır, biri çıxması sadəcə. Mənfi 4 bölü 8. İxtisar paranın mənfi 2-də 1, yəni mənfi 0,5 edir. Başa düşdünüz uşaqlar? Belə. Yəni kvadrat tənlikləri nətər edirlər? Diskriminant üstünədir. Bəli. Gördünüz ki, burada uşaqlar diskriminant 0-dan böyük olduğu üçün, yəni müsbət olduğu üçün, diskriminant burada nə aldıq? 64 aldıq da. Müsbət olduğu üçün kvadrat tənliyin gördünüz 2 dənə nəyə var? Müxtəlif əyli kökü var. Deməli, diskriminant müsbət ədəddirsə, 0-dan böyük ədəddirsə, müsbət ədədlər 0-dan böyük ədədlər demişik də. Ona kvadrat tənliyin 2 müxtəlif həqiqi kökü vardır. Yaxşı. Yaxşı, kvadrat tənliyin nə zaman həlli yoxdur? Diskriminant uşaqlar mənfi olsa, 0-dan 2 olsa, ona kvadrat tənliyin həlli olmayacaq. Diskriminant 0-a bərabər olanda kvadrat tənliyin bir kökü olacaq. Bir kökü nə var? Deməli, diskriminant mənfi olsa, kvadrat tənliyin həlli yoxdur. Məsələn, D-nin mənfi 64 alsaydı, kvadrat tənliyin həlli olmayacaq. Amma diskriminant 0 tapsaz, kvadrat tənliyin bir dənə kök olacaq. Başa düşdünüzmü? Deməli, uşaqlar, burada kvadrat tənliyin növləri var. Görürsünüz, burada natamam kvadrat tənliklərini danışır suallarda. Bu, məsələn, bu şəkildə tənlik tam kvadrat tənlikdir. AX kvadrat plus BX plus C bərabər 0 bu tamdır. Yəni 3 həddi də yerindədir. Bu natamam halları var. A hal. Əgər bu tənlikdə birinci halda, bax, onsa A həmişə 0-dan fərqli olmalı. Bunu deməyə ehtiyac yoxdur. B 0-dan fərqli, C bərabər 0 olarsa bizim tənliyimiz nə olacaq? AX kvadrat plus BX, C 0-da C yox deməli. Qalacaq 0. Bu şəkil tənlikləri necə həll edəcəksən? Diskriminant üsulunu həll etmək olar, amma ehtiyac yoxdur. Burada hər ikisindən x-i orta vurub çıxarsan, qalacaq nə? AX plus nə? B bərabər olacaq 0. Hansı 0-a bərabərdirsə, vuruqların hər birini nə edirik? Ayrıca 0-a bərabər edirik. AX də bərabər olacaq nəyə? Mənfi B-yə. X 2 də bərabər olacaq mənfi B bölünsün A. Gördünüz, tənin kökün biri 0-dır, amma biri başqa bir ədəddir. Onda bir də burada nəticə peyda olur. Nəticə. Deyirlər ki, kvadrat tənliyin yalnız bir dənə kökünün 0 olması üçün, kvadrat tənliyin yalnız bir kökü 0 olması üçün B fərqli 0 olmalıdır, C bərabər 0 olmalıdır. Nətər dedim? Kıv tənliyin, qısaca kvadrat tənliyin yalnız bir kökünün 0 olması üçün hansı şərtlər ödənməlidir? B fərqli 0, C bərabər 0 olmalıdır. Və bu şərti əzbərləməlisiniz. Belə suallar qarşınıza çıxacaq. Hələ ki, yoxdur suallar. Deyəcək ki, kvadrat tənliyin nə zaman bir kökü var? 0-dır. Və belə suala düşəcək. Siz də deyəcəksiniz ki, B fərqli 0 olmalıdır, C nə oldu? 0 oldu. Səbəbini göstərdim. Aydındır. İndi 31-ci sualda verilən tənlik belədir. 3x kvadrat plus 6x bərabər 0. Burada x-i orta vurub çıxarsam, x-i özünü çıxar, ehtiyac yoxdur. 3x-i çıxarsam olar. X-i çıxarsam orta vurub qalacaq 3x plus necə? 6. Bərabər 0. Eyni bunun kimi əldə edirəm. Bu necə əldə edilmişsə onu əldə edirəm. A-sı 0-a bərabərsə vuruqların hər birini 0-a bərabər edirsiniz. Sıfır bir dənə mənfi 2. Cavab olacaq. D variantı. Aydın oldu. 32-ci sualda isə B olan hissəsi 0-a bərabərdir. Baxın. Bəli, indi bura baxın. Normal kvadrat tənliyimiz belə deyildi. AX plus BX plus C bərabər 0 şəklində idi. Düzdür. Burada A fərqli 0 olmalıdır bu heç. Burada isə B 0-a bərabərdir. C fərqli 0. B 0 isə bura yoxa çıxır. Qalır nətər? AX kvadratı plus C bərabər 0. Bu şəkildə tənlik qalır. Yaxşı. Bildiniz nətər? Bu tənliyi necə həll edəcəyik? Baxın. 4x kvadrat çıxsın 100 bərabər 0. Normal şəkildə həll etsən. 4x kvadrat bərabər mənfi 100-ü sağa keçsən olur nə? Müsbət 100. 4-ə bölsəm olacaq 25-də. 100-ü 4-ə bölənə düşür. Bəli. Cüt dərəcədən uşaqlar həmişə 2 köç çıxır. Yəni burada x-in yerinə 5-də dura bilər. 5-in kvadrat 25 edir axı. X mənfi 5 də ola bilər. Bəli, x2 də bərabər olacaq nə? Mənfi 5. Cüt dərəcədən həmişə 2 köç çıxır. Yəni plus minus 5, yəni C variantı. Aydın oldu. Belə. 32-də də şu olar, 33-də 3-ü də verilsə, bu demək tam kvadrat tənlikdir. Deməli, x kvadratı çıxılsın 9x, üstə gələk 14 bərabər 0. Özdə görürsünüz, burada x kvadrat əmsalı 1-dir.
X kvadrat əmsal 1-dirsə, bu şəkil tənliklər deyirlər, çevrilmiş kvadrat Hər tənliklər. birdə birə bölünür. Başa düşdünüz? X kvadrat əmsal 1-dirsə, elə tənliklər nə deyirlər? Çevrilmiş kvadrat tənliklər. Bax, çevrilmiş kvadrat tənlik belədir. Çevrilmiş kvadrat tənlik. Çevrilmiş kvadrat tənlik ümumi şəkli belədir. X kvadratı üstə gələk px plus q bərabər 0 şəklində olur. Burada x kvadrat əmsalan şey verir, müsbət 1-ə bərabərdir. Çevrilmiş kvadrat tənlik üçün bir dənə qəşəng teorem var. Adı da Viet teoremi. Viet teoremi. Viet nə deyir uşaqlar? Deyir ki, kvadrat tənliyin köklərin cəmi, yəni x1 və x köklərin cəmi əks işarəli ikisinin cəmi sağa bərabərdir, yəni mənfi p-yə bərabərdir. Hansı q-yə bərabərdir? Deyəsiz ki, müəllim, nəyə lazım bu teorem? Uşaqlar bir dənə tənlik verir, deyir, tənliyin köklər cəmi tapın. Sən tənliyin köklər cəmini tapmasın, neynəməsən? Diskriminantı tapmalısan, köklərini tapmalısan, sonra toplamalısan da. Amma deyir ki, bu Viet kişi də alimdir. O deyir ki, bu boyda həngamaya ehtiyac yoxdur. Kvadrat tənliyə, çevrilmiş kvadrat tənliyinə köklər cəmi əks işarə ikinci cəmsına bərabərdir. Hasısı isə nəyə bərabərdir? Sərbəst sətlə bərabərdir, yəni Q-yə bərabərdir. Sərbəst sət burada Q-dür. Başa düşdünüz? Siz bunu, bax, burada x kvadrat əmsal 1 olduğu üçün mən bunu çevrilmiş kvadrat tənliyi tətbiq edə bilərəm. Köklər cəmi neçə olacaq? Mənfi 9-sa, müsbət 9 götürərsən. Hasil isə nə olacaq? Müsbət 10. Bax, düşünə bilərsən. Elə əliflər tap ki, hasil 14 edəsin, cəmi 9. Bəli, o da 7 ilə 2. Bəli, tutarıq etdi. Başa düşdünüz ki, olar. Ya, bu notər. Bunu diskriminasyonla həll edə bilərdiniz. Amma, bəli, 34-cü sualda isə fikir verin, x kvadrat əmsalı 2-dir. 2-yə bölsən, 9-u 2-yə bölmə sənə rahat olmayacaq, 4,5 edəcək. O da sən əlverişli olmayacaq. Ən gözəl bunu diskriminasyonla həll edin. Əgər görsəniz ki, x kvadrat əmsalı 1-dir, mən dediyim üsulla həll edin. Bax, bu üsulla, Viet teoremlə. Görə x kvadrat əmsalı 1-dir, 2-dir, 3-dir, fərqli ədədlərdir. Onda diskriminasyonla həll edin. Həm də şu olar, biz bilirik ki, mən sizə çarpaz vurma usulu öyrətmişəm, həm də. Çarpaz vurma usulu ilə də işləyə bilərsiniz, amma istəsəniz. Düzdür. Necə işləyirdik? 2x-i x-ə yazmırdı. Çarpaz vurma toplayaq. Bura yazırıq, məsəl üçün, mənfi 7. Yox, mənfi 7-ni bura yazırıq. Mənfi 7, mənfi 1, bəli. Bax, çarpaz vurma toplayaq, mənfi 7, 2, üstə gələk mənfi 2x. Olurmu mənfi 9, 8? Sonra qarşı-qarşıya götür qrupa ayırdım. Vurulsun x-1 bərabər 0. Düzdür, hansı 0-a bərabərdir? Bəli, hər birini 0-a bərabər edirik. Tapırıq. 2x bərabər 7, x1 bərabər 7-in 2-yə bölən 3,5 düşəcək. x2 də bərabər olacaq 1. İndi deyəsən ki, müəllim, biz çarpaz vurma usulunu bilirik daha, düzdür. Niyə ki, kvadrat tənliyi diskriminasyonu həll edirik? Uşaqlar lazım, niyə? Bəzən elə olur ki, köklər irrasional ədədlər alınır, tam alınmır. Kök altından çıxan ədədlər olur, irrasional ədədlər olur. Məsələn, diskriminantı bayaq biz bir tənlik əldə etdim, yazdım mən 64 60-dır. Kökdə 64-dən neçə çıxır? 8. Amma kökdə 64 yox, kökdə 65 olsaydı, onda onun tam kökləri olmayacaqdı. Yəni irrasional ədədlər olacaqdı. Başa düşdünüz? Yəni bu 34-cü üsulumuz, yəni bu yazım çarpaz vurma usulu düzdür, qəşəng üsuldur. Amma həmişə keçərli usul deyil. Bəzən də yaramır. Nə vaxt? Kökləri irrasional ədədlər olanda, yəni kökdə 5, kökdə 7 belə olanda. Bax, indi mən bu tənliyi 2x kvadrat çıxsın 9x plus 7 bərabər 0 tənliyini diskriminasyonunu həll etsəm, bu x kvadrat əmsal a-dır, bura b-dir, bura c-dir, düzdür. Diskriminant üstünətlər b kvadrat çıxsın, 4 alsın. Mənfi 9-un kvadratı çıxılsın, 4 vurulsun, 2 vurulsun, 7. 81 çıxılsın, neçə edir bu? 56, bu da olacaq 25. Bax, 25 kök altından çıxan bilən ədəd olduğu üçün bunun kökləri tam alındı. Köksüz alındı yəni. Bildinizmi? Kökdə 25 yox, 27 zad olsaydı zibilə düşəcəkdik. Bəli. İndi köklər üstünə edir. x1 bərabər edir. Mənfi b üstə ilə kökdə d bölünsün. 2 vurulsun a. Bu köklər üstünə əzbərləməlisiniz. Burada 9 mənfidir, bu da mənfi var. Olacaq müsbət 9 plus kökdə 25 bölünsün 2 vurulsun a-sı neçədir? 2-dir da. 9 plus kökdə 25-dən 5 çıxır. 4 edir. 14 bölünsün 4. 2-yə x aparsam 2-də 7, yəni 3,5 görürüz, 3,5 olun. O birini də yazanda da bu boyda həngəmə yazmayın. Bir də bu hissəni yazın. Sadəcə orta çıxmanı götürün. Bölünsün 4. 4 bölünsün 4. Bu
Bu da edir 1. Bəli. Gördünüz, həqiqətən yuxarıdakı cavabı aldıq. Cavab oldu, yəni 3,5, 1. Yəni C variantı. Yaxşımı uşaqlar? Fikrimizi ayıra bilirəmizsə? Vaxtı bura qədər gəldik deməli. 34-ə qədər. Amma davam edəcəyik.